Glikozanın spirtə qıcqırma reaksiyası necə olacaq və kütlənin zamanla nasıl qrafiki verib? C6H12O6 və spirtə qıcqırmada 2 mol etanol alınır və 2 mol da karbon qazı. Deməli, m qram glikoza sərf olunub və nə qədər? Burada baxın, biri az alınıb kütləcə, biri çox alınıb. Təbii ki, bu 180 ml. Burada 2 vurulsun 46 olacaq. Yəni 92-dir, 2 vur 46-dır. Burada ayirləri yerinə qoyanda bu da 44-88-dir. Çox olan 22 olana görə baxırıq. Desəm, yox, burada az olana görə baxırıq. Yəni bu karbon qazıdır, az olan, çox olan etanoldur. Biz karbon qazına görə bura 22 yazacaq, bu da tənasüb. Deməli, M-ə 22-dir, 44-də də 180-dır. Bu tənasüb M də eləyəcək 90. Cavabımız B variantı.